Azərbaycan ordusu öz şəhidinin qisasını döyüş meydanında aldı və torpaqlarımız işğaldan azad olundu. Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak eləmişəm. Düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yaralandım, xəsarət aldım. Yaralanmağımla peşmançılıq hissi keçirdim ki, kaş döyüşün axırına kimi iştirak edərdim. Qələbə xəbərini alanda nə hisslər keçirdiniz? Bir hərbiçi kimi vətən torpaqlarının işğal altında olması mənim üçün barışmırdı. Xalqın bu gücü bizə mənə ruhən əlavə bir güc verdi və bu güclə birləşdi. Vətən torpağının işğaldan azad etdik. Bugün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 108 il ötür. Silahlı Qüvvələr Günü ölkəmizin hərbi qüdrətinin, dövlətçiliyinin və qəhrəmanlıq ənənələrinin təcəssümü olan əlamətdar bir gündür. Bu münasibətlə Azərbaycan ordusunun hərbi qulluqçusu, Vətən müharibəsinin iştirakçısı ilə həmsöhbət olduq. O, Vətən müharibəsində əldə edilən qələbə, keçdiyi döyüş yolu, Azərbaycan ordusunun hər keçən gün inkişafı və digər bu kimi mövzular haqqında təəssüratlarını bölüşüb. O, 2-ci Qarabağ müharibəsində əldə edilən qələbə, keçdiyi döyüş yolu, Azərbaycan ordusunun hər keçən gün inkişafı və digər bu kimi mövzular haqqında təəssüratlarını bölüşüb. Hərbi xidmət yolunuz necə başladı? Hərbiçi olmaq 2012-ci ildə mən gizli hazırlıq kursuna haqqında sənədlər topladım, verdim. Hərbi hospitalda müayinələrdən keçdim və 6 ay tam gizli hazırlıq kursu oxudum, öyrəndim, orada kurs keçdim və ordu sularlarına daxil oldum. Hərbiçi olmaq mənim üçün şərəfdir. Hərbiçi olmaq, hərbi formanı daşımaq mənim üçün qürurdur. Bir hərbiçi kimi torpaqlarımızın işğal altında olması sizin üçün nə deməkdir və bu baxımdan Vətən müharibəsi başlayanda bunu necə qarşıladınız? Bir hərbiçi kimi vətən torpaqlarının işğal altında olması mənim üçün barışmırdım mən. Mən heç vaxt barışmamışam və bunun üçün hərbi sahədə daha keçirilən məşğələlərin, dərslərin, praktiki dərslərin, təlimlərin fəal iştirak edərək dərindən yiyələnməsində özüm üzərimə öhdəliklər qoydum və bunun nəticəsini şükürlər olsun gördüm döyüş meydanında. Və mənlə bərabər, məndən qabaq xidmət, əvvəllərdən xidmət eləmiş hərbiçilərdən, zabitlərdən, peşəkar zabitlərdən daha səmərəli istifadə elədim, dərslərində fəal iştirak elədim, öyrəndim və döyüşçülərimiz də onlarla bərabər öyrəndim və onlarla birgə döyüşdə bunları tətbiq etdik. Bəs müharibə dövrünü necə xatırlayırsınız? Hansı ərazilərdə döyüşmüsünüz? Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak eləmişəm. Gücünün nəyə qadir olduğunu əvvəlcədən keçirilən təlimlərdə, məşğələlərdə, praktiki dərslərdə mən görmüşdüm. Bir hərbiçi kimi hərbi qulluqçularımızın döyüş bacarığını, texnika və silahlardan bacarıqla istifadə eləməsini və bu nəticəsində vətən torpaqlarımız işğal altından azad olundu. Düşmənin əks həmləsinin qarşısı alındı, düşmən tamamilə məhv edildi, susturuldu, geriyə oturuldu. Oktyabrın 7-si 2020-ci ildə döyüşlər zamanı düşmənin əks hücumunun qarşısını dəf edərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində yaralandım, xəsarət aldım və yoldaşların sayəsində döyüşdən yaralı halda çıxarıldım və hərbi hospitala yerləşdirildim. Qələbə xəbərini alanda nə hisslər keçirdiniz? Məni yaralanma məzuniyyətinə buraxmışdılar. Mən evdə idim, valideynlərimlə bir yerdə idim. Bu xəbəri alanda bizim üçün böyük bir sevinc oldu. Valideynlərimiz üçün, bizim üçün bayram. Sözün əsl mənasında bayram oldu. 20% olan torpaqlarımızın, işğal altında olan torpaqlarımızın azad olunması bizim üçün qürur, sevinc. Gələcəkdə orada hansı işlərin görüləcəyi, dağılmış abidələrin düzəldiləcəyi, bunların hamısı bizim üçün böyük fəxr idi. Böyük fəxr idi. Şəhidlərimiz, bəli, təbii ki, yada düşür. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Şəhidlərimizin qanının, canı bahasına, Azərbaycan ordusunun zabitinin, gizlinin, əskərinin döyüşərək qanı bahasına bu torpaqlar işğaldan azad olundu. Bu bizim üçün böyük bir fəxr idi. Öz gücümüzə, öz qüvvəmizə 92-93-cü ildə döyüşərək
şəhid olmuş yol soydaşlarımızın, qardaşlarımızın biz qisasını aldıq. Bizim üçün fəxr idi, qürur idi. Müharibədə sizə ən çox təsirləndirən məqam nə olub? Xatırlayırsınızmı? Şəhidlərimiz haqqında danışmaq istəyirdim. Mən orada Gizir rəhmətli Səmədov Səbuhi bizlə yoldaş idi, güclü, savadlı tank komandiri idi, tankçı idi. Biz ondan daimi texnikanın sirlərini öyrənirdik. O döyüşə girməmişdən bir gün əvvəl döyüşə cəlb olunacaq əraziyə yaxınlaşan zaman yolda onun texnikasını vurmuşdular və mexaniki onun ağır yaralanmışdı, özü də xəsarət almışdı. Mexanikin rəhmətli Ağayev Ramik Təhsinoğlu bizim üçün gözəl yoldaşımız idi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Güclü sürücü idi, savadlı mexanik sürücü idi. O hərbi hospitala yerləşdirildi. Amma Gizir rəhmətli Səmədov Səbuhi isə o döyüşlər, o yaralanmanın, xəsarətin onun üçün ciddi bir təsir göstərmədiyini nəzərə alaraq və növbəti günü döyüşlərə qatıldı. Və döyüşlərə qatılan zaman düşmənin əks hücumunun müdafiə olunmasında biri bacarığını necə lazımdır göstərdi, döyüşdü və döyüşən zaman növbəti xəsarət aldı və xəsarət nəticəsində şəhid oldu. Allah cəmi şəhidlərə rəhmət eləsin. Bu mənim üçün ən yadda qalan anlardan biridir və digər şəhidlərimizin, biz digər bölmələrlə döyüşmüşük, ad soyadını bilməsəm, necə döyüşərək, tələsərək, irəliləyərək mən onların hissin, həyəcanının şahidi olmuşam. Bu mənim üçün böyük qürur olub. Və onu da qeyd edeyim ki, həmin döyüşlər zamanı bizim yüksək rütbəli zabitlərimiz də yanımızdaydı. Onlar da bu döyüşdə iştirak edərlər və onlardan da şəhid olanlar oldu. Torpaqlarımız ki, işğaldan azad olunduqca, məsələn, siz döyüşlərdə xüsusən də olduğunuz müddətdə, xüsusən də tankla o hədəflər vurulduqca, yeni məsələn, əraziləri işğaldan azad elədikcə nə hisslər keçirirdiniz o həmin prosesdə? O hisslər sözlə ifadə eləmək olmur. Yaralanmağımla peşmançılıq hissi keçirdim ki, kaş döyüşün axırına kimi iştirak edərdim. Alınan hər hansı torpaqların, kəndlərin, ərazilərin, qəsəbələrin, rayonların orada biz daha mövqelərimizi bərkidirdik ki, aldığımız bir qarış torpağı bir də təkrarən itirməyək. Bunun üçün canımızdan, qanımızdan keçməyə ayıq sayıqlıqca lazım gələndə yatmayaraq, necə deyilir, istirahət etmədən bu mövqelərdə möhkəm dayanırdıq. Bizim üçün o günlər qürurlu idi. O günlər bizim üçün əlavə güc idi. Onda mən xatırlayıram ki, biz o qədər acmırdıq, o qədər susamırdıq ki, biz bu torpaqları itirə bilərik. Geriyə çəkilib hər hansısa bir qidalanmaq mı deyə bu şeylər. Təbii ki, qidalar həminat gəlirdi, amma ki, yerimizdə idik, bizim geriyə çəkilmirdik. Tutduğumuz hər qarış torpaqdan bir addım belə geriyə atmırdıq. Bizim üçün bu qürurlu idi. Azərbaycan xalqının, ordunun gücü birləşdi bir yerdə, xalqın bizə dəstəyi daha da bizi güclü, ruhən güclü. Biz zaten güclü idik. Biz əvvəldən təlimlərdə, məşğələlərdə biliyimizi, bacarığımızı öyrənmişdik. Amma xalqın bu gücü bizə mənən, ruhən əlavə bir güc verdi və bu güclər birləşdi. Vətən torpağının işğaldan azad etdik. Azərbaycan ordusu öz şəhidinin qisasını döyüş meydanında aldı və torpaqlarımız işğaldan azad olundu. 2020-ci ildə 44 günlük vətən müharibəsi və 2023-cü ildə cəmi heç bir gün çəkməyən antiterror tədbirlər nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bütün bunların fonunda qalib ordunun, qalib xalqın, qalib əskəri kimi müasir Azərbaycan ordusunun üstünlüklərini necə qiymətləndirə bilərsiniz? Müasir Azərbaycan ordusunun üstünlükləri müasir silahlarla silahlanmasında, zabit gizirlərin, əskərlərin, hərbi qulluqçuların daha müzəffər olaraq daha güclü olduğunu, təcrübəli, peşəli, peşəsinə daha dərindən yiyələnmiş hərbi qulluqçu kimi görürəm. Bir hərbiçi kimi Silahlı Qüvvələr Günü sizin üçün hansı mənanı ihtiva edir? Silahlı Qüvvələr Günü mənim üçün, mənim bir hərbi qulluqçu kimi mənim üçün bir iki qat bayramdır. Bir silahlı qüvvələrin yaranması və bu silahlı qüvvələrin üzərinə düşən döyüş tapşırığının necə deyirlər, şərəflə, bacarıqla yerinə yetirilməsi. Azərbaycan ordusunun
müəyyən zamanlarla keçən bir vaxtlar ərzində öyrəndiyi bütün tapşırıqlar, əmrlər, sərəncamlar hamısı bu Vətən müharibəsində gücü sübuta yetirildi və Silahlı Qüvvələr Günü onun üçün mən bir hərbi qulluqçu kimi 2 qat bayram kimi mən qeyd edirəm. Azərbaycan Silahlı Qüvvələri bu gün regionun ən güclü ordularından biri kimi ölkəmizin təhlükəsizliyinin və suverenliyinin etibarlı təminatçısıdır. Son illərdə həyata keçirilən islahatlar, döyüş təcrübəsi və müasir texnologiyaların tətbiqi ordumuzun peşəkarlığını və imkanlarını daha da artırıb. Vətən müharibəsində qazanılan tarixi zəfər isə Azərbaycan əskərinin yüksək hazırlığının, qətiyyətinin və vətən sevgisinin bütün dünyaya nümayişi oldu.